Salam qızlar, necəsiz? Günəşli yaz səhərindən hər birinizi salamlayıram. Bu da mənim toyuqlarım. Burada sulanası bitkilərim var. İstəyirəm onlara az da su səpəm. Çünki hava da xoşdur. Quruyarlar. Günəşli havadır. Bunları xatırlayırsınızsa əkmişdim, artıq çıxıblar. Burada da tək-tək çıxırlar. Belə. Bunlara az da su səpeyim. Apteka getmək istəyirəm, çünki səsim yenə batıb, yenə soyuqlamışam. Bilmirəm, immunitetim düşür, yoxsa nədirsə. Gedim aptekdən bir-iki dərman alım. Serhan Emirguliyev'e müracaat edin. Telefon 050 200. Mən artıq gedib gəldim. Qoya bilsəm. Yumurta var, qorxuram sına. Yumurta. Tort pişirmək fikrim var. Evdə əslində ev yumurtası var. Sadəcə olaraq hökumət yumurtası istədim. Kividir. Xiyardır artıq. Yerli xiyar çıxır. Özümə bir dənə sirop aldım. Belə. Bu çox qəşəng siropdur. Bundan istifadə etmişik. Bu da salfetkadır. Bişirmə kağızıdır. Diş pastası. Çörəkdir. Böyle kızım özüne götürdü. Burada piçenya falan aldım. Yumru düyü aldım. Fıstık aldım. Tort pişirmək istəyirəm. Snickers tort istəyirəm. Bu hər getdiyimdə aldıqlarım. Bu mənim xoşladığımdır. Bu isə uşaqların xoşladıqlarıdır. Bu da dekor. Bu da kukuruz. Mənə görə ən dadlısı budur. Uşaqlar həmişə bundan alırlar. Bu qədər. Mən aldıqlarımı yerləşdirdim və artıq lobiya əkiminin vaxtıdır. Onları dırmaşdırmaq üçün həmişə belə bir dəmirlərdən istifadə edirəm. Yerə batırıram, sonra lobiya çıxdığı vaxt ip bağlayıb dırmaşdırıram bu dəmirlər vasitəsilə. İstədim bunları da yerə batıram. Biz yerə batırırıq. Mənə yəni belə daha asan, daha rahatdır. Payızda isə yenidən çıxarıb qoyuruq bir qırağa. Yenə mövsümü gəldikdə işlədirik. Başladıq bunları hazırlamağa. Çünki lobiyanı asdıq, islatmışdım və cücərmişdi. Artıq vaxtı keçirdi. Bunları hazırladıq, bitdi. Qaldı lobiyamın əkimi. Onu da növbəti vloqlarda çəkib paylaşaram. Çünki artıq bu gün çatdırmadım. Ona görə də bu gün əkməyini saxladım. İnşallah növbəti vloqlarda onun əkimini də çəkərəm. Burada bu qıraq yer çox tapdandığına görə belə torpaq, necə deyim, asfalt beton kimi olub qalmışdı. Burada pelin gücü çatmazdı ki, yer açıb hazırlayasan, yəni lobiya əkəsən. Ona görə də biraz yeri yumşaltdım ki, lobiya əkimini daha asan dedim. Bağ işini qurtardıq, gəldim. Fikrimdə balqabaqlı plov hazırlamaq var idi. Artıq suyunu qoymuşdum, yarı balqabağım da var idi. Gəldim ki, düyünü süzəm, yəni düyünü suya tökəm. Başladım günorta yeməyini hazırlamağa. Burada artıq suyum qaynayır. Bunun duzunu töküm.
Sonra düyüsünü əlavə edərəm. Səsə fikir verməyin. Bizdə külək bərkdir deyə işıqlarımız sönüb, motor işləyir. Yəni evə işıq verən. Ona görə belə səs gəlir. Bunun düyüsünü tökəcəm. Sonra bişməyə yaxın boransını əlavə edərəm, yəni balqabağın. Mən elə bişməyə yaxın həmişə balqabağını da əlavə edirəm. 1-2-3 dəqiqə saxlayıram, sonra süzürəm. Yəni elə daha çox xoşuma gəlir. Dedim buranı da doğrayayım. Artıq bitirdim və başlayıram doğramağa. Mən çox da iri doğramıram. Siz zövqünüzə görə baxa bilərsiniz. Mən bu cür edirəm. Baxın, bu qaydada. Elələri var, bircə qalıb. Elələri var tam xırda, elə xanımlar var, daha iri xoşlayırlar, yəni evdəkilərinə görə, zövqlərə görə də. Mən nə böyük, nə xırda, yəni orta doğrayıram bu şəkildə. Baxın, beləcə yudum. Qərara gəldim ki, düyünün üzərinə əlavə etməyim bunu. Elə buna zəfəranıdır falan da əlavə edim. Düyünü süzərkən düyünün üzərinə tökəcəm bunu. Qoyun burada qalsın. Düyümüz artıq pişdi. Yanına da balıq hazırlamaq istəyirəm. Yağ qoy. Donub düşmək istəmir. Neyse. Bu balığı doğrayıb buzluğa qoymuşdum. Bir tikəsini çıxarıb hazırlayıram. Belə daha rahat olur. Xatırlayırsınızsa, bu iki aldığım gülün qabları balaca idi. İri qablar almışdım ki, köçürəm onları. Buradan da bəlli olur ki, heç vaxt gül işi ilə məşğul olmamışam. Bilmirəm doğru düzgün nəyi düz nəyi yanlış etdimsə, köçürdüm gülləri. Və bir şeyi yadımdan çıxartmışdım ki, qablarda dəlik açmağı. Yəni qablarda dəlik açmamışdım. Onu isə sonradan bir zülmlə açdım. Bu gözəlliyə bir baxın. Çox gözəldilər. Baxın. Əkdikdən sonra, yəni köçürdükdən sonra bir şeydə tərəddüd etdim. Bilmirəm, vaxtı mıydı keçirməyin, yoxsa fərqi yoxdur. Bunlar gül açıblar da. İndi keçirməyin bir ziyanı olarmı, olmazmı? Qorxuram birdən solarlar və ya tutmazlar. Bunu öncədən deyil də, artıq böyüdükcəyə, keçdikdən sonra, nə bilim, ağlıma gəldi bir dəfəlik. Son işim də balıq təmizləmək idi. Dedim balıqları da təmizləyim, bitirim, duzluyum, isotduyum, işimi qutarım.
Bizdə ən çox balıq xoşlayan mənəm. Bilmirəm nə hansı növüdürsə, mənim üçün heç bir fərqi yoxdur. Əsas odur balıq olsun. Yəni hər bir növünü xoşlayıram. Əsasən də qızartmasını, ləvəngidənsə ən çox qızartmasını xoşlayıram. Uşaqlar demək olar çox da yemirlər. Elə yoldaşım da bəzən yeyir, bəzən yəni o qədər də balıq həvəskarı deyil. Amma mən olsa yeyərəm. Yəni xoşlayıram balığın hər bir növünü xoşlayıram. Mən balığı yudum, bitirdim. Videonu montajlayanda videolar arasında pişiyimizin son videosunu tapdım. Yəni bu videodan sonra artıq heç bir videosu yoxdur. Son çəkilən videosudur. İstədim elə onu da bu vloqda yerləşdirim. Qoy bu vloqda yaddaşlarda qalsın, itməsin. Elə onu da bu videoda montajladım bu vloqda. Mən balığı təmizlədim, duzunu, isiyotun, ədviyyatlarını vurdum, day saxlamadım, elə qızartdım. Sizlər də göz haqqınızı halal edin. Bir vloqun da sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Əgər bura kimi izlədinizsə, bəyənməyi, abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək sağ olun.